Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, mənim kredit borcum var idi. Bu yandan da məhkəmə qərar çıxarıb ki, aliment ödəməyəm. Mən nə edim, ikisini də ödəyə bilmirəm. Və yaxud sual verirlər ki, mən kredit götürmək istəyən sosial yardım alıram, götürə bilərəmmi? Və yaxud kredit götürmüşəm, sosial yardım ala bilərəmmi? Eyni zamanda sual verirlər ki, alimentə görə və kreditə görə mənim əmlakım müsadə oluna bilərmi? Bundan əlavə sual verirlər ki, birinci qrupayı və alimentdən azaddır mı? İnsanlarda belə fikir yaradılıb ki, əlvi olan şəxslər görə ki, aliment ödəmədən azaddır. Bütün bunlara mən hüquqşünas olsaydı cavab verəcəm, digər suallara cavab verəcəm. Hər kiməsə maraqlısa videonun sonuna qədər izləsin. Eyni zamanda xahiş edirəm ki, videonu bəyənin, vətəndaşlar bilsinlər öz hüquqlarını. Və onu da əlavə məlumat kimi bilirəm ki, fərdi qaydada məsləhət alması mənim telefonuma videonun izahı yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalında short bölməsində istənilən videonun üzərində var. Əgər saxıya bilirsiniz, kimin nə sualı varsa WhatsApp-a səsini göndərsin. Və beləni keçən mövzuya, hörmətli izləyicilər, nə etmək lazımdır? Birinci onu qeyd edin ki, həm hüquqşünas kimi, həm əlvi olan şəxs kimi, yəni əlvi arabasında olan şəxs kimi, eyni zamanda əlvi təşkilatın rəhbəri kimi birinci qrupa əlvi aliment ödəmədən azaddır. Amma burada bir incəlik məqamı var. Qanunverici deyir ki, birinci qrupa əlvi də aliment ödəməlidir. Eyni zamanda deyir ki, birinci qrupa əlvi və yaxud arvad boşanıbsa, yəni bir-birinə baxmağa borcludur, yəni aliment ödəməlidir. Yəni belə deyək, məsəl üçün, xanım əlindən boşanıbsa, əgər birinci qrupa əlvidirsə, ona aliment ödəməlidir. Amma burada bir məsələ var. Məhkəmə nəzərə alacaq ki, daha çox kimin vəziyyəti ağırdır. Ola bilsin, uşaq balaca olsun, 2 yaşı, 3 yaşı olsun, ana işləyə bilməsin, ata pensiya alsın. O halda məhkəmə üstünlük verir, yəni belə deyək də, uşağın mənafini götürərək, yəni ki, əlvdən deyir ki, pensiyadan aliment ödə. O halda və yaxud müavinətdən nəzərə alın. Yəni ki, belə deyək, o müfti ki, deyir ki, birinci qrupa və aliment ödəyəcək. Amma bir halda, bir daha qeyd edəyəm. Əgər ananın vəziyyəti ağırdısa, işləmirsə, o halda ata ödəməlidir, yəni alimenti. Əgər yox, ana işləyirsə, ata pensiyana dolanırsa, məsəl üçün, o halda mütləq qaydada aliment dayanır, ataya aliment ödənir. O məsələni nəzərə almaq lazımdır. İncə məqamlardan biri odur.